Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. Azərsun Arenadayıq Misri Premyer Liqasında 19-cu tur Turan Tovuz Karvan Yevlax matçı ilə davam edir. Komandalar artıq meydandadılar və istərdim sizi heyətlərlə tanış edim. Meydan sahibi Turan Tovuzdan başlayır. Qapıda 41 nömrə Sergey Samokdu, 17 Rəhim Sadıxov, 88 Faik Hacıyev kapitan. Hakimlər briqadası baş hakim Vüqar Həsənlidir, onun köməkçiləri Kamran Bayramov, Zöhrəb Abbasov, 4-cü hakim Murad Səlimov. Paşayat var otağında əyləşən var hakimi Nicat İsmailli, onun köməkçisi Pərvin Talıbov, hakimin inspektor Orxan Məmmədov və AFFA nümayəndəsi Məmməd Əli Məmmədov. O ki qaldı Karvan Yevlax komandasının heyətinə. Qapıda 99 nömrə Pedro Mateus, 6 Vadim Abdullayev kapitan, 33 Eltun Turabov, 13 Vüsal Məsimov, 14 Uğur Cahangirov, 16 Rauf Rüstəmli. Və beləliklə görüş başladı, startı səslənir. Turan Tovuz Karvan Yevlax matçı başladı. Toplaşıb Turan Tovuz futbolçuları rəqibin cərmə meydançasında ötürmə gəldi. Cərmə meydançasına zərbə olacaqmı? Çıxardılar topu. Rəhim Sadıxov geri qaytarır. Oyundan kənar vəziyyət var ya, yox sonra biləcəyik. Hələ ki davam deyir hakim. Burada penalti qərarı. Yox, oyundan kənar vəziyyət. Bir anlıq hakim Turan Tovuzun futbolçusu yıxılmışdı. Bax bu epizod. Bax burada Ayderson Hurtado topa hərəkətlənmişdi. Və burada Hurtado iki rəqib futbolçunun arasından çıxmağa çalışarkən bir müdaxilə oldu. Vara baxacaq hakim. Vüqar Həsənli epizodu izləyəcək. Hava mübarizəsində Turan Tovuzun hücumu zamanı Karvan Yevlaxın 5 nömrəli oyuncusu Emin Rüstəmovun top əlinə dəyib və bax bu epizodun penalti olub olmaması ilə bağlı bax hazırda epizod incələnir. Hamını intizarda saxlayır Vüqar Həsənli. Qərar penaltidir. Fit verildi. Serrano qapıya zərbə endirir və qapçı topu saxlaya bilmədi. Toxunuş var amma bu qolun qarşısını almaq üçün yetərli değildi. Serrano penaltiden fərqlənir 15-ci dəqiqə. Turan Tovuz hesab dönə keçir. Pedro Mateus topun istiqamətini düzgün müəyyənləşdirdi. Az qala dəf edəcəkdi amma alınmadı. Karvan Yevlaxın qapısına penalti təyin olundu və 8-ci penaltidə qolla nəticələndi. Bir daha izləyirik. Ötürmə. Başla zərbə, top tirdən qayıtdı. Olmadı. Baxırıq bir daha epizodun təkrarına. Bu bir zərbə dirəkdən, tirdən geri qayıdan top. 2 dəfə tiri nişan aldılar. Və budur. 1, 2, hər ikisi demək olar ki eyni nöqtəyə dəydi. Emir Rüstəm topu irəli vurdu. Burada bir boşluq var. Qapıya zərbə endirilir. Qapçı yaxşı oynadı. Ayxanın zərbəsi yaxşı idi amma Pedro Mateus'un seyvində qeyd edək. Ötürməsi və Ayxan topu sinəsi ilə qəbul etdi. Əlada zərbə endirmişdi. Və Pedro Mateus da eyni gözəlliklə komandasını qoldan xilas edir. Vaci topladı. Geri qaydan top. Olabe.
Ters vuruş alındı. Hücum devam edir ama bu epizodda elverişli bir şansı kaçırır Roderick Miller. Oyundan kenar vəziyyət yox idi. Jorge Silva dəstəyə gəldi. Vacidən zərbə. Qeyri dəqiqdir. Cərmə meydançasına daxil oldu, zərbə endirdi amma. Ayxanla oynadı. Ayxandan Olabeyə. Rəhim Sadıqov yaxşı buraxdı topu. Jorge Silva qapı qarşısına göndərilən top. Alınmadı. Şakil Snow. Ötürmə gəldi. Cərmə meydançasına Samok götürməlidir. Üstəlik burada hakim görüşü də saxlayır. Bəli, elə az əvvəl bunu bildirirdi futbolçulara. Yəni bir ötürmə, bir zərbə birinci sənin başa çatdığını bildirir Vüqar Həsənli. Karvan Yevlax futbolçuları daxil etdilər. İkinci hissə başladı. Qapı qarşısına gələn ötürmə. Emin geri qaytarır. Olabe. Onun zərbəsi. Toxunuş var. Top qapı dirəyinə dəyərək meydandan çıxır. Ondan əvvəl isə Karvan Yevlax oyuncusuna toxunuş var idi. Birbaşa qapıya zərbə idi bu. Hiləgər bir zərbə idi Samir Abdullayevdən. Samok. Yaxınlaşdı Turan Tovuz cərmə meydançası ötürmə. Ayxan Hüseynov istiqamətində Pedro Mateos səhvsiz oynadı. Yenə Silva ötürmə qapı qarşısına. Zərbə Ozobiçdən qeyri dəqiq alındı. Top ayağına yaxşı oturmadı. Və ya ayağını topun altına yaxşı qoymadı Ozobiç. Serrano topun arxasında. Gün zərbəsini o yerinə yetirəcək. 86-cı dəqiqə gedir görüşdə. Ötürmə qapı qarşısına. Başla zərbə var. Qapıcı Pedro Mateos topu götürür. Batista bir gecikdi. Rəhim Sadıqov, Batista. Əks hücum şansı var. Batista ötürmə etdi. Çox Cinnelli istiqamətlə amma bir qədər uzaqlaşan istiqamətə gedir top. Cinnelli çatdı topa. Faik. Yenə Cinnelli. Rəhim Sadıqov. Və bu da final fiti. Vüqar Həsənli final fiti səsləndirir beləliklə. Turan Tovuz, Karvan Yevlax matçı. Tovuz təmsilçisinin 1-0 hesablı qələbəsini yekunlaşır. 15-ci dəqiqədə Alejandro Serrano'nun penaltidən vurduğu gol. Şərhçiniz Pərviz Musayevdə yenidən görüşərik. Hələlik.